Salam. Gəlin bugün həqiqətən də çox həssas, amma bir o qədər də vacib bir mövzuya baxaq. Yəni iman və yəqinlik məsələsinə. Xüsusilə də dini mövzularda danışarkən, yəni nəsə səhv deyərik deyə qorxuruq, düzdür? Bax bu qorxunun nəticələri barədə danışacağıq. Yəqin ki, çoxumuzun başına gəlib. Bilirsiniz, dini bir məsələ haqqında danışırsan və birdən ağlına gəlir ki, görəsən səhv bir şey demərəm. Yəni, bilmədən yanlış bir hökm verib, bunun da imanımıza zərər verəcəyindən qorxmuşuq. Əslində bu çox normal və başa düşülən bir qorxudur. Yaxşı, indi gəlin bu ümumi narahatlığı bir kənara qoyaq və daha konkret bir məsələyə, sırf Şafii məzəbi çərçivəsində verilən bir suala nəzər salaq. Deməli, sualın özü belədir. Əgər mən tam əmin deyiləmsə, amma deyirəm ki, zənnimcə bunu etmək günahdır, sonra da doğrusunu öyrənirəm. Belə bir vəziyyətdə mən küfr etmiş sayılırammı? Baxın, burada əsas məqamlar nədir? Zənn etmək, tam əmin olmamaq və təbii ki, hamını qorxudan o ses, küfr. Yəni, bir insan sadəcə bir ehtimala, bir zənnə görə dindən çıxa bilərmi? Yaxşı, gəlin heç vaxt itirmədən birbaşa cavaba keçək və görək bu məsələnin həlli nədir? Cavab çox qısa və aydındır. Xeyr, bu küfür deyil. Yəni bilmədən, sadəcə zənninizə əsaslanıb bir şeyə bu günahdır demək sizi dindən çıxarmır. Bu, həqiqətən də bir çox insan üçün ürəyə açan bir cavabdır. Çünki sualın kökündəki o böyük qorxunu aradan qaldırır. Amma məsələ bununla bitmir. Cavabın əsl dərinliyi onun ikinci hissəsindədir. Baxın, problem zənn etməkdə deyil. Problem bilə-bilə qəsdən Allahın hökmünü dəyişdirməyə çalışmaqdadır. Yəni, harama halal, halala haram deməkdir. Bu mühüm fərqi də məhz Əlaəddin Günəş Əş-Şafii vurğuluyur. Deməli, burada çox həlledici bir fərq ortaya çıxır, düzdürmü? Zənnlə, qəsdli hərəkət arasındakı fərq. Gəlin indi bu ikisini yan-yana qoyub baxaq. Baxın, bir tərəfdə nə var? Zənnə əsaslanaraq danışmaq. Bu, sadəcə bilməməzlikdən, qeyri-müəyyənlikdən gələn bir səhvdir. Küfür deyil. Amma o biri tərəfdə hökmü bilə-bilə dəyişdirmək var. Yəni, Allahın qanununu qəsdən təhrif etmək. Məsələn, halala haram demək. Bax, bu tamamilə başqa və çox daha ciddi bir məsələdir. Yaxşı, bütün bunlardan hansı nəticəni çıxarmalıyıq? Məsələ gəlib hara dayanır? Əlbəttə ki, bilik və niyyətin o həlledici roluna. Və bu da bizə çox gözəl bir şəkildə göstərir ki, Şafii fiqhində əməlin özündən daha çox o əməlin arxasındakı niyyət vacibdir. Bilirsiniz, zənnə görə edilən bir səhvlə dini qanunu qəsdən dəyişdirmək cəhdi arasında dağlar qədər fərq var. Biri səhvdir, o biri isə qəsd. Və budur, izahımızı yekunlaşdırarkən sizi də bir sualla düşündürmək istəyirəm. Bu prinsip, yəni niyyət və bilik məsələsi, bizim imanımızda əslində necə bir rol oynayır? Yəni, bir tərəfdən niyyətimizin təmiz olması, digər tərəfdən də doğru biliyi əldə etməyə çalışmağımız. Bu ikisi arasındakı o incə balans bizim imanımızı necə möhkəmləndirir? Həqiqətən də bu barədə düşünməyə dəyər.